Məryəm xanım, sizin müayinələrin cavabları gəldi. Nəsə ciddi bir şeydir. Bəli, vəziyyət çox ciddidir. Siz 2 həftəlik hamiləsiz. Uşağı niyə çətinliyə salırsan? Görmürsən deyirsən, heç nəyim yoxdur. Qoy yatsın da burada, nə olacaq ki? Validə xəstəxanadan təzə gəlib. Özünə gəlməyib hələ. Ay. Mən onu burada necə uzandıra bilərəm? Fikirləşirsən heç? Bir balaca başı fırlanıb da aləmi qatırsınız bir-birinə. Yazı uşaq sabah dərsə gedəcək. Necə yatsın burada? Dedim ki, sabah çarpayı alıb gətirərəm. Narahat olma. Söhbət də bu gündən gedir. Mən bilmək istəyirəm ki, onların arasında nə olub? Sən görmürsən? Məryəmin heç vecinə də deyil boşanmaları. Əgər vecinə olmasaydı, ərizəsini məhkəmədən götürən kimi Azərin yanına getməzdi. Hə, getdi. Hə. Nə oldu? Nəsə dəyişdi? Bura bax, bir də hardan bilirsən bu Azərin yanına gedib? Validə, bir də səndən belə bir şey eşitməyim. Bildin? Ne olur, niye qışqırırsınız, niye dav edirsiniz? Heç. Bunun elə danışmağa dili də var ya. Sən nə özünlə danışacaqsan, hə Azərlə? Ana, sənə dedim keç içəri. Hə, keçim içəri. O da tezdən sənin başına pişirsin, hə? Bura bax, sən bu evə qayıtmayacaqsan. Bunu mən sənə deyirəm, yadında saxla, qoymaram. Ana, qonşular eşidir. Qoy eşitsinlər, qoy bilsinlər ki, bu kimdir? Zəhərləyib həyatımızı. Məryəmdən çıxan bayda baş. Heç yerə getməyəcəksən. Bax, Azər, başlamıram səni. Lazım deyil, mən məhkəməni tezləşdirmək üçün nə edə bilərdim, onu soruşacaqdım. Sonra danışalım. Məryəm, xahiş edirəm, bayırda gözlə gəlirəm danışam. O kimdir ki ondan xahiş edirsən? Getmək istəyir, qoy rədd olub getsin. Niyə saxlayırsan? Səhv eləyib bura gəl. Məryəm, Rüfət, sən niyə istəmirsən ki, mən sənin iş yerimə gəlim? Burada pis nə var ki? Heç nə yoxdur, nə olacaq? Sadəcə istəmirəm, nə müdiriyyət bizi burada danışan görsün. Sonra məni danlayacaqlar, bunu istəyirsən. Özü də təzə danışmışam, axşam siməndə keçmişəm bu gündən. Yaxşı, bağışla. Könül yaxşı da incimə də. Yox, incimirəm. Görürəm axı incimirsən. Sadəcə mən istəmirəm müdiriyyətin əlinə səbəb verim ki, məni danlasın. Məndən heç vaxt narazı olmayıblar. Dedim axı, narahat olma, incimirəm, hər şey yaxşıdır. Dəqiq. Axşam görüşək. Yaxşı, görüşərik. Sən indi bu sifətlə məni işə yola salacaqsan. Könül, mən səni sevirəm. Mən də səni sevirəm. Yaxşı, Rüfət oldu. Yaxşı. Sağ ol. Sən hardan bilirsən ki, həkimə getmişdim? Zəng elədim dünən sənə bir neçə dəfə, axırda bir dənə qadın götürdü, o dedi. Validə. Qardaşımın arvadıdır. Bağışdan. Gərək zəng eləməzdim, istəmirəm səhv başa düşsün. Yo, narahat olma. Soruşsa başa salaram. Gözlərin yenə qırmızıdır Məryəm, ağlamısan. Niyə, nə olub sənə? Mənə deyirsən hər şey yaxşıdır, amma mən bilirəm ki, hər şey yaxşıdır. Hər şey o qədər qarışıb ki, arada başımı götürüb qaçmaq istəyirəm. Öz təcrübəmdən sənə deyim ki, qaçmaq heç nə həll eləmir. Burada mən bəzi sənədləri tapa bilmədim. Hardadır? Məndədir, maşında yumağa vermişəm. Məndən bir şey gizlətmirsən ki? Niyə həmişə məndən şübhələnirsən? Birdən ki, nəsə səhv tutmursan işimdə. Tutmamışam, amma tutsam, bilirsən də nə olacaq. Bura bax, mənim etimadımı yerə vurma ha. Narahat olma, işlər yaxşı kimi gedir. İstəsən, qalan sənədləri də maşındadır da, maşını çıxardanda gətirib sənə verəlim. Lazım deyil. Bu dəfəlik hesab edək ki, mən o sənədlərə baxdım.
Amma hərdən səni nəzarətdə saxlamaq lazımdır. Yoxsa bu ağ evi görüb qara evi yaddan çıxararsan. Ata, nə istəyirsən elə. Mən öz işimə və özümə güvənirəm. Mənim istədiyim də elə budur. De görüm uşağın atası kimdir? Düzünü de. Ayıb olsun sənə validə. Ayıp sənə olsun. Alemi birbirine qatan sensen yoksa mən. Bilirsən nə var? Mən burada sənə nəsə sübut eləməyə halım yoxdur. Nə istəyirsən fikirləş. Mən də sənə demək istəyirəm ki, yadından çıxarmaq istəyən mənim evimdəsən. Gördüm ki, dayanıb qapının ağzında bir dənə kişi ilə deyib gülüb danışır. Özü də elə səmimi görünürdülər ki. Sonra da həmin o kişi mindirdi onu taksiyə, yola saldı. Özü də dalıca baxa-baxa qaldı. Vay vay. Azər'in qulağından iraq. Öldürər onu. Yazıq balam, sonra da bu ifritəyə görə gedib oturar türmədə. Salam. Salam Azər. Səndən danışmağa gəlmişəm. Buyurun. Sənə vacib bir söz deyəcəm. Məncə bunu bilməyə haqqım var. Məryəmə nəsə olub? Hə. Olub. Amma yaxşı bir şey olub. Gəldim sənə deyəm ki, Məryəm hamilədir. Nə? Hamilədir? Hə, hamilədir. Məncə uşağın atasının da bunu bilməyə haqqı var. Sizə kim dedi? Hardan bildiniz? Məryəm özü dedi. O özü də dünən bildi. Huşunu itirdi, xəstəxanaya apardıq. Orada məlum oldu ki, hamilədir. İndi necədir vəziyyəti? Yaxşıdır? Narahat olma, yaxşıdır. Şükür Allah, yaxşıdır. Ha, demək bunu demək istəyirmiş ha bugün. Nə? Məryəm səni görməyə gəlib? Hə. Bəs niyə deməyib özü bunu? Bilmirəm, demək istəyirdi yəqin. Danışa bilmədik, uyğun bir şərait olmadı. Hə, nə fərqi bir də? Ondan eşitdin ya mən dedim. Əsas odur ki, xəbərim var.
Çox sağ olun. Yaxşı ki dediniz. Mən öz insanlıq borcumu yerinə yetirdim. Çünki görürəm ki, ikiniz də çox əzab çəkirsiniz. Bəlkə bu uşaq sizi həmişəlik barışdırır. Mən bu qədər deyib öz borcumdan çıxdım. Qalan şeylər sənin boynuna düşür. Mən əlimdən gələni eləyəcəm. İnşallah. Siz məni o qədər sevindirdiniz ki. Çox sağ olun. Dəyməz. Altı il bu evdə gəlin oldu. Bir dəfə qabağıma gətirib bir stəkan çay qoymadı. Allah səndən razı olsun Nura. Adamın sənə kimi gəlini olsa heç dərdi olmaz. Ey Nəsibə xala, mən özgəsi deyiləm ki. Sizin gözünüzün qabağında böyütmüşəm də. O məsələ də elə bir məsələ idi ki, onu mən deməyə bilməzdim. Lap əcəb eləmsən demisən. Başqasından eşitsəydik daha da pis olardı. Sən yenə özümüzkisən. Amma qurban sizə deməyin ha bunu Azərə. İstəmirəm də pis olsun. Dedim axı, mən səni heç vaxt pis vəziyyətdə qoymaram. Siz, mən Azəri çox istəyirəm. Həmişə də istəmişəm ki, ona yaxşı olsun. Ona görə də istəmirəm pis olsun. Elə mən də gecə-gündüz bunun üçün dua eləyirəm. Bircə oğlum ağ günə çıxsaydı, Efritə mənim uşağımın bəxtini də bağlayıb. Neçə ildə elə yerində sayır. Düz deyiblər. Sonsuzun malı heç kimə qalmır. Gərək biz boşananda da Azərin yanında olaq. Tək qoymayaq da onu. Bu elə bir vaxtı ki, onun yanında olmalıyıq, dəstək olmalıyıq ona. Yoxsa ona pis təsir eləyər. Siz, mən həmişə dəstək olmalıyıq. Razıyam can. Elə bilirsən onu, uzun müddət qoyacam ki, subay qalsın. Ara sakitləşən kimi, hər şey düzələn kimi bir yaxşı qız tapıb evləndirəcəm ona. Amma bu dəfə qızı özüm seçəcəm. Deməli, Azər evləndirmək istəyirsiniz? Bəs necə? Əgər onu başlı başına qoysun, sonra heç evlənmək istəməyəcək. Əlbəttə. Yaxşı, mən gedim. Qurban olaram sənə. Elə bil ki, öz evində. Ürəyin istəyən vaxt gəl, lap istəyirsən gecəyə qədər qal burada. Səninlə söhbətim də yaxşı tutur. Elə biləm öz qızımsan. Lazım olsam çağırarsınız. Sağ olun. Hə, də yoxsa səni. Qoyuram bura. Götürərsiniz. Ay, çox sağ ol, ay, çox sağ ol. Narahat olmayın, keçərəm. Benim gözüm ağlayaram qapında. Gel. Doktor olarak. Gəl, gəl. Sağ ol, nə var, nə yox? Sağ ol. Ya maşallah yaxşısan. Ne var ne yok. Necəsən? Şükür, salamatçılıq işdir. Sən mənim canım, bağışda biraz geç gəldim, işlərim var idi. Olan işdir. Deyirəm ki, axşamdır. Gedək bir restoranda oturaq, yemək yeyək, mən də günahımı yiyim. Nəsə, keyfin yaxşı deyirsən, ha gözbə, nə məsələdir? Yoxsa bilmədiyimiz şeylər var? Mən İstanbulda olanda sən idin mənə deyən ki, Bakı bütün dərdlərin dərmanıdır. Məncə düz deyirdin. Mən özümü təzə həyata hazırlayıram. Kim bilir bizi qabaqda nələr gözləyir. Yo, bizim bilmədiyimiz şeylər var. Qarşımdakı Zaur'u hələ də tanıya bilmirəm mən. Sənə 100% nəsə olub. Yox, heç nə dəyişməyib belə. Həmin Zauram sadəcə biraz ümidliyəm. Tək həmişə ümidli olasan, qardaşım. İstədiyin hər bir şeyi Bakıda tapasan, bir də buradan çıxmaq sənə heç lazım olmaya. İnansan, heç özümü buradan qıraqda təsəvvür eləmirəm. Elə buradayam. Lap yaxşı. İndi bilərik. Nəsə olub? Səsin çıxmır. Universitetdə də normal danışanməmişik. Sən başın işlərimə qarışıb ona görə. Biz elə oradayıq. Mən elə biləm o mövzu bağlandı axı. Bağlanıb eləməyib.
Mən özüm restoranda uzatmaq istəmədim. Rüfət, başa düşürsən ki, xətrimə dəymisən. Bağışla, üzr istəyirəm. Nə olar, bağışla məni. Bax, görsən hər şeyi zarafata salırsan. Sənlə ciddi söhbət eləmək mümkün deyil. Elə bilsən ki, hər şeyin üstündən gülərək keçmək olar. Eyda, sən də bu mövzunu niyə belə uzatdın, Bilsəydim belə eləyəcəksən, valla səni qarış-qarış gəzdirərdim orada. Söhbət restorandan getmir. Bəs nədən gedir? Nəysə, mən Bakı danışmaq istəmirəm. Çünki danışmağa sözün yoxdur. Sənin sözün olsaydı indi sakit durardın. Danışardın. Tanımıram səni. Elə çıxır ki, tanımırsan da. Mən həmişə addım atanda bizi düşünürəm. Amma sən, belə görəm, heç nə də vecivə deyil. Yaxşı, Könül. İstəmirəm də hər xırda şeyə görə dava eləyək. Yəni, bu dünyada ən axırıncı istədiyim şey səninlə aramızın dəyməyidir. Yaxşı da Rüfət, gec olur, evə gedək də. Afisant harda? Mənə bax. Mən səni sevirəm. Bilirsən də məni, xasiyyətim belədir. Bu o demək deyil ki, sənə vaxt ayırmıram. Mənə bax, mən sən xətri dünyalar qədər çox istəyirəm. Yaxşı, lap çox. Yaxşı, bax sənə söz verirəm. Bundan sonra sənə o qədər vaxt ayıracam ki, özün bezəcəksən məndən. Hə? Nə deyirsən? Yaxşı da. Əridəyi buzları. Yaxşı. Əlimi çəkmə. Qıt olursun. Yaxşı. Dur gedək görüm o günahı necə yuyacaqsan. Gedək Həsən. Bayaq mən gələndə İlqar adında tanışımı gördüm qapıda. Hə. Niyə gəlmişdi o? Bacısını gətirmişdi. Məryəmə nəsə olub? Məryəm də tanıyırsan sən. Qulaq, Məryəm o Məryəmdir. Dünyanın işinə baxıysan. Bu boyda şəhərdə. Nə bilim valla. Müayinə elədin onu, nəyi var? Narahat olmaz abi, yəni ciddi bir şey yoxdur. Belə deyə bilərəm. Ha, sən nəsə sözdə adama oxşayırsan, nəyi var? Zaur, Məryəm hamilədir. Hamilədir? Əssalam da. Bayaqki Zaurdan həm də əsər əlaməti yoxdur. Hamilədir deyirsən, ha? Yaxşı da qardaşım, peşman yersən bir kəlmə söz dedik burada sənə. Gərək istəməzsin. Yox, düz elədin. Sən sadəcə biraz gözlənilməz oldu mənim üçün. Yaxşı da Zaur, tanımıram səni. Nəysə, gedək Həsən. İsmail! Neyinirsən? Başın gedib özünə əl al. İsmail, mən ata oluram. Doğrudan? Hə, indi öyrəndim, Məryəm hamilədir. Təbrik edirəm. Görürsən, adam sevməndə necə qaldırırlar. Görürsən? Bax, bu da sənin istədiyin şad xəbər. Mən Məryəmi görməliyəm. Bax, burada saxla. Bura kimi yaxşı gəlmişdin. Özünü əl al Azər. Mən özümə ala bilmirəm, İsmail. Ala bilmirəm. Deyirəm, ata oluram, Ha, ol da, nə deyirəm, olma. Özün demirsən ki, Məryəm gəlmişdi, qırğın qiyamət dava oldu. Elə bunu deməyə gəlmişdi. Hə. Amma vəziyyət elə alındı ki, deyə bilmədi. İmkan verdin ki, qız sözün deyə. İndi Məryəm əsəbidir. Sabah gedərsən, rahat danışarsan. Nə sabah? Mən sabaha qədər dözə bilmərəm, mümkündür. Niyə dözmürsən, Gedər səndən yaxşı vuraq. Səbəbimiz də var. Sən də başında olanları atarsan qırağa. Sabah gedib rahat danışıb barışarsan da. Mən sənə pis məsləhət vermərəm. Qapılar nə deyir? Tələsən təndiyə düşər. Tələsmə, rahat gedib danışarsan. İsmail, nə bilim. Mən sənə pis məsləhət vermərəm. Görərsən, hər şey yaxşı olacaq. Danışdıq? Yaxşı. Gedək. Gec oldu, Rüfət, gedək də. Nə oldu, ey Afisant? Biraz səbirli oldu. Axır vaxtlar yaman səbirsiz olmusan.
Sən indi məndən çox tələbkar olmalısan, cənab administrator. Öz işçilərinə də belə yanaşırsan sən. Görmürsən nə qədər müştəri var burada? Yazıq ofisiantları da başa düşmək lazımdır. Bilirsən nə ağır işləyirlər. Evet, elə danışdın ki, elə bir ofisiant işləmirsən. Maşallah hər şey edə bilirsən. Yəni bütün günü gözümün qabağındadılar da ona görə deyirəm. Yaxşı, gəl duraq, sonra anam əsəbləşməsin. Qalıq qalsın. Qapını niyə açmırsınız? Valide evdə? Bilmirəm, mən yatmışdım. Könül də yoxdur. Yox, deyəsən gəlməyib. Hə? Özünü necə hiss edirsən? Yaxşıyam. Biraz başım ağrıyırdı, dedim yatım dincəlim. Səhər hara getmişdim? Həkim axı sənə deyib hələ evdən bayıra çıxma. Səhər bir-iki işim var idi. Ha, evdə otura bilməzdim ona görə. Məryəm, mənə elə gəlir, yoxsa sən məndən nəsə gizlədirsən, elə bir çətinliyin var, mənə demək istəmirsən. Niyə elə fikirləşirsən ki? Bilmirəm. Bilmirəm, nəsə elə bir his var məndə. Otur bir səninlə rahat-rahat da danışa bilməmişik. Hər şey o qədər tez oldu ki, heç adam inanmaq istəmir ki, sən boşanırsan. Bəlkə də elə-belə yaxşıdır. Onsuz da bizdə alınmırdı da, yəni belə də hər öz yolu ilə gedir. Bax ha, Məryəm. Məndən heç nəyi gizlətmə. Əgər bir çətinliyin varsa, onu özündə saxlama, danış mənə. Biz bir ailəyik. Biz bir-birimizə dəstək olmalıyıq, Məryəm. İlkar, mən... Biz gələn yeyib içməyə gəlmişdik də bura. Nəysə, bilsədim istəməzdim sən içsin. Yox, əksinə, sevindim Məryəmə görə. Tək onda hər şey yaxşı olsun. Qalan şeylər düzələr. Sənin gözlərin başqa şeydir, Zavar. Dilin başqa şey. Həyatı boyu əlimi tuta bilmədiyim bir qadını sevməkdən yoruldum mən. Yoruldum. 6 ildir. 6 il. Mən yaralar açan qadını sevməkdən yoruldum da. Mən yanımda ola biləcək bir qadını sevmək istəyirəm. Məni sevindirə biləcək bir qadını sevmək istəyirəm. Sizin yollar çoxdan ayrıldı, Zavar. Yəni bu həyatda hər kəs istədiyi ilə qovuşsaydı, indi biz mükəmməl həyatda yaşayırdıq. Amma yenə də durmamalısan sən, Zavar. Yəni keçmişdən də yapışmağın mənası yoxdur. Öz gələcəyini fikirləş, həyatını qur. Sən də mənim atam kimi danışdın, Yaman. Ata demişkən, o dəfə Vidadi əmini gördüm. Kişi deyir, bircə Zavarı evləndirə bilsəydim. Zavar, bəlkə bir evliliyə başvurasan, məncə yaxşı təsir edər. Mən sevmədən evlənmək istəmirəm, Həsən. Cəmaatın qızını bədbaxt eləmək istəmirəm. Həm də ki, ara tələsirəm, bir iş qurum. Sonrasına baxarıq. Yaxşı. Onda sən işə başla, arxası gələcək. Amma heç nəyə də fikir vermə, Zavar. Mən bayaqki Zavarı istəyirəm qarşımda. Hər şeyə ümidlə baxan. Sən bunu öyrənməlisən, Zavar. Hər şeyə ümidlə baxmağı öyrənməlisən. Başa düşürsən, hə? Çünki sənin başqa variantın yoxdur.
Bilirəm hər şeyi düz deyirsən, amma Yaxşı, Zaur. Anda qaldır içək imzəmizin sağlığına. Uşağım olur ey İsmail, uşağım. Bilirsən bu nə deməkdir? Başa düşürsən? Mənim qardaşım, niyə başa düşmürəm bu? Hər şey başqa cür olacaq. Mən istəmirəm ki, mənim uşağım əziyyət çəksin. Amma salonda maşın satmaqla olmur. Biz gərək nəsə böyük işlərə başlayaq. Çoxlu pul qazanmaq lazım İsmail. Bunu hamı bilir də, sən də söz danışdın. Belə olmaz. Biznesimizi qurmalıyıq. Sən deyirsən çox işdən ha. Başlamısan böyük danışmağa. Mən ciddi deyirəm, İnkişaf eləmək lazımdır. Qoy Məryəm də görsün ki, mən ailəmizin gələcəyi üçün çalışıram da. Güya mən istəmirəm. Mən də istəyirəm də. İstəyirəm mənim avtosalonum olsun, içində də bahalı maşınlar. Mən də olum oranın müdiri. Elə bilirsən istəmirəm. Eləyək də. Biz nə saxlayırıq? Bizdə pul hardandır? Tapaq da. Gəl bir elə adam tapaq ki, bizim biznesə pul bıraksın. Sən doğrudan çox işləyir. Harda deyil adam. Hamı öz xeyrini gedir. Avtosalon açmaq istəyir, öz açar da. Var elə adam İsmail, var. Bax, özünün vaxtı yoxdur. Amma kimsə lazımdır ki, onun biznesinə nəzarət etsin. Bu da aydan aya gəlsin, payını aparsın da. Mənim qardaşım, varsa da biz eləsini tanımırıq. Axtarsaq da tapa bilmərik. Tapmaq lazım İsmail. Tapmaq lazım. Salam, gəlmisən? Hə, salam. Hardaydın? Şəhərə getmişdim, bir kişi almaq lazım idi. İşdən gəlirsən? Hə, yox. Məryəmin analizlərinin cavabı üçün getmişdim. Hə, bir şey çıxdı? Deyirəm, bəlkə nəsə var, biz bilmirik. Yox, hər şey yaxşıdır. Şükür Allaha. Validə, sən yeməyi hazırla, indi könül də gələcək. Elə bir yerdə oturarıq. Yaxşı. Siz gedin, oturun, dincəlin. Mən indi hazırlayıram. Mən də sənə kömək eləyərəm. Lazım deyil. Narahat olma, özüm eləyərəm. Nə olur? Heç fikir vermə. Mübahisə eləmisən? Yox, Elqar, validə də yorulub. Mən gəlmişəm, əziyyəti artıb. Kimsən yorular da. Alo. Hə, nə oldu? Mən sənə adam kimi dedim axı qaytaracam da. Qulaq as. Qulaq as. Malları göndər, restoranda mallar qutarıbdı. Mən gələn həftəyə borcu qaytaracam da. Hə. Eyb yox İqbal. Nə deyirəm, sənə də mənə işin düşər. Sən korsan, şikəstsən, nəsən? Bağışlayın, əlimdən çıxdı. Əlindən çıxmadı, maşından çıxdı. Yığışdı buralara, çıx get. Bir də belə eləsən məndən incimə, başa düşdün? Yaxşı. Sən elə buradasan, çıx get də. Dərslərin necə gedir qızım? Yaxşıdır. Bu ilə də yola verim, canım qutaracaq. Yola verim nədir, ay qız? Özdə elən çətinə axırıncı il olur. Elə danışırsan ki, elə bir qızım professordur, olacaq. Oldu olmadı nə fərqi var? İnsan gərək təhsilə fikir versin ki, gələcəkdə əlində bir sənət olsun. İnsanda fərasət lazımdır, fərasət. Bugün köhnə qonşumuz Elnarə var, onu gördüm. Acından gün orta dururdu. Amma indi əyin başına baxsan, deyərsən ki, əri Moskvada alver eləyir. Yeri gəlmişkən, gəlinləri də hamilədir.
Toyları da səndən bir yerdə olmuş demək olar, bir ildə. Ay ana, başqa mövzu tapmadın danışmağa. Nə dedim ki, ay qızım? Deyirəm ki, Allah verəndə verir də. Valide. Ay ana, elə bir bilə-bilə elirsən bunu. Qızım, nə dedim axı mən? Özün bilirsən ki, Məryəm belə söhbətlərə qarşı həssasdır. Olmaz ki, bu dilli dinc saxlayasan. Mən başa düşmürəm. Öz evimdə ürəyim istədiyi kimi danışa bilmərəm. Onu eləmə bacım inciyər. Bunu demək bacımın xətrinə dəyər. Elə bir bacın keyfini açmağa yığışmışıq bura. Bu de, yedi içdi getdi. Qabları da valide yusun. Bacımın qulluqçusu olmuşam da qulluqçusu. Estağfurullah. Gəlmisən? Yatmamısan? Yox, səni gözləyirdim. Sənə bir şad xəbərim var. Nənə olacaqsan. Məryəm hamilədir. Ola bilməz. Niyə ola bilmir ki? Həmişə dua eləmirdin nəvə üçün. Arzuların için oldu da. Ata olacağım ana. Məryəmlə hər şey yenidən başlayacaq. Böyük bir ailə olacaq. Mən bilirdim. Nəyi? Ürəyimə dammışdı ki, bu qız bir hoqqa çıxaracaq. O dedi, sən də inandın. Hamısını yalan deyir. Nə oldu? 6 ildir uşaq olmurdu, indi birdən-birə hamilə qaldı. Yenə başladı. Hə? Heç olmasa bir dəfə mənə görə sevin də, nə olar həm? Oğlum, indiki qızlar kişini əldə saxlamaq üçün hər bir yolu ələtdirlər. Bax, elə sənin arvadında. Əvvəlcə bu boşanmaq məsələsini ortaya saldı ki, məndən, evdən ayırsın səni. Gördü, alınmadı. İndi də bu yola el atıb. Belə şeylər ancaq bir dənə sənin ağlına gələ bilər ha. Mən o arvadın bir kəlməsinə də inanmıram. Yalancıdır o. Bəs sənə, bəsdir. Dünyanın bütün günahlarını da yıxdın Məryəmin üstünə. Yaxşı, olsun. Bəs bugün olanlara nə deyəcəksən? Bugün nə olub ki? Heç nə. Nuray onun işinin yanında bir kişi ilə görüb. Hı. Buna nə deyirsən? Nə? Hı? Nə danışırsan? Nuray belə şey deyə bilməz. Onda mən hamısını uydururam ha özümdən. Azər, sən kör olmuşsan, ətrafında baş verənləri görmürsən. Ana, sən belə şeylərə necə inana bilərsən, ha? Necə? Mən səndən hər şeyi gözləyirdim. Hər şey. Amma bunu gözləmirdim. Sən anaya fikir vermə. Xatirə demək istəmirdi. Gönül, güya mən bilmirəm ki, burada hamıya yükə. Niyə nə deyirsən ki? Ailə deyilik. Əgər ananın sözlərinə görə belə fikirləşirsənsə, lazım deyil. Tanımırsan ananı, hamıya söz atmağı xoşlayır. Validə bilir, mən hamiləyəm. Bilir? Hardan? Dünən danışığımızı eşidib. Mən ona danışaram, narahat olma. Heç kimə heç nə deməz. Sən Azər əmiyə dedin? Cəhd elədim. Alınmır, Könül. Dünən həqiqətində barışmaq məqsədi ilə getmişdim. Fikirləşdim, bəlkə uşaq nəyisə dəyişər. Amma yox.
Mən uşağımı o cəhənnəmə ata bilmərəm. Bibi, amma yenə də Azər əminin bunu bilməyə haqqı var. Deməlisən də, bəlkə bu nəyisə dəyişəcək. Heç nəyi dəyişməyəcək. O arvadın məni görən gözü yoxdur. O ki qaldı deməyə, Azərdən gizlətmək fikrim yoxdur ki, deyəcəm. Haçan deyəcəksən, uşaq olanda? Ən azından ara sakitləşənə kimi gözləyəcəm. Həm də mənim düşünməyə vaxtım olar. Nə edirsən elə, əsl odur ki, özün üçün yaxşı olsun. Həm də ki, bibi, mən səndən başqa üçün düşünmürəm. Kuzum olaram babama. Azam. Gittim kahvemi. Ama sen anama. Dünyada senden başka hiç kimim yoktu. Yine zor eziyetten büyütmüşüm seni. Valla hayatta senin xoşbəxtliyindən başqa mənə heç nə lazım deyil. Ona görə razılaşasan ki, mənim burada yaşayacaq. Mən atasız böyümüşəm. Razı olmaram ki, mənim övladım da bu həyatı yaşasın. Ona görə də Məryəm bu evə qayıdacaq. Nə olursa olsun. Özün bilərsən. Qaytarmaq istəyirsən, qaytar da. Mən sənə bir ana kimi sözümü dedim. Qulaq asmaq istəmirsənsə istəmə. Neyniyə bilərəm? Mən sən hansı sözü qulaq asmalıyam ona? Hə? Əşi, sən hələ bir gör ortada uşaq var ya yox, sonra danış da. Ana yenə başlama da. Məryəm hamilədir. Sən buna inansan da, inanmasan da bu belədir. Demək istəmirsənsə bu sənin öz işindir. Amma mən sənin sözümü dedim, sonra demək ki deməmişəm. Səhər yenə başladın da əsəblərinlə oynamağa. Ya mən biraz da qalsam burada qırğın düşəcək. Ay bərəkallah. Vallahi bu qız həmişə istədiyinə çatır da. Məryəm. Sabahın xeyir, necəsən? Sabahınız xeyir. Yaxşı ki, səni gördüm. Səndən bir söz soruşacaqdım. Buyurun. Dünən bizim uşaq evinə yemək gətirən kişi vardı, hə? Hə. Sonradan öyrəndim ki, o bizim bağçaya küllü miqdarda pul köçürüb. Şəxsən onu görüb özüm minnətdarlığımı bildirmək istəyərdim. Sən əlaqə saxlaya bilərsən? Mən xəbər eləyərəm. Sən əlaqə saxla, haçan boş olsa gəlsin, mənimlə görüşsün. Yaxşı, mən xəbər eləyərəm. Oldu, çox sağ ol. Mən indi getməliyim. Siz xəbər eləyin. Haçan boş olsa mənə xəbər eləyərsiniz, gəlsin, görüşsün. Oldu, çox sağ ol. Salam Məryəm. Yo, nəsə olub? Yo, heç bir problem yoxdur, gələrəm mütləq. Oldu, danışdıq.
Alo? Hə, İqbal, necəsən? Nəsə olub? Yaxşı, uzatma, deyərim nə olub? Bu barədə mənə ilkin heç nə deməyib. Yaxşı, yaxşı. Mən özüm bu işlə məşğul olaram. Yaxşı. Çox sağ ol ki, dedin. Hələlik. Salam Nura, salam. Salam Nəsibə xala, necəsiz? O qədər əsəbləşmişəm. Yenə təzyiqim qalxıb. Nə olub, niyə? Bugün eşitmişəm ki, Məryəm hamilədir. Hamilədir? Hə Nura, elə mən də sənin kimi inanmadım. Görürsən də bu ifritə nələrə əl atır. Axı mənə heç nə deməyib. Hamısı uydurmadır Nura. Azərə dedim, inanmadı. Deyir, onu evə qaytaracağım. Məryəmlə barışmaq istəyirdi. Hə, istəyir. İndi mən neyniyim Nura, hə? Sənə zəng gəldim ki, mənə kömək eləyəsən. Yaxşı. Mən nə lazımdırsa eləyərəm, maraqlanaram. Əgər o hamilə deyilsə, onsuz da 1-2 aydan sonra məlum olacaqdır. Əşi, sən bilmirsən o necə hiyləgərdi? Bir də gördün ki, 4 aydan sonra dedi ki, uşağı düşürdüm. Türkünün biridir. Hər nə istəsə uydura bilər. Yox, yəni uydura bilməz. Əgər yalan deyirsə, uşaq adıyla istifadə eləyirsə ki, Azər o ilə barışsın, mən Azərlə şəxsən özüm danışacağam. Yaxşı Nura. Çox sağ ol. Sənin də vaxtını çox almayım. Əgər bir şey öyrənsən, mənə xəbər ver, yaxşı? Yaxşı, sağ ol. Sağ ol. Gecikmədim. Yox, Necəsən? yaxşıyam. Yaxşı ki, gəldin. Sənə çox sağ ol deyirəm, uşaqlara qayğı göstərirsən. Nəsə dəyməz, mən nə elədim ki? Yox. Əsas odur ki, onların yanında sənin kimi adam var. İnşallah sən də yaxşı ana olacaqsan. Necə hiss edirsən özünü? Yaxşıyam. Sən də özünə yaxşı baxmalısan, ha? Niyə elə deyirsən ki? Yəni o gün xəstəxanaya düşdün, dünən halım üstləşdi, yəni nə olubsa sənə biraz diqqətli ol. Yox, müalicə alıram da keçib gedəcək. Nəsə elə qəribə baxırsan. Sözdə adama oxşayırsan. Yox, sadəcə tək sən yaxşı ol, mənə bəsdir. Sənə deməmişəm ki, hə,
Mənim etimadımı yerə vurma. Deməmişəm? Neynəmişəm ki mən? Neynəmsən? Niyə gəlmirsən bura? Mən hər şey bilirəm, Məryəm. Belə getsə mən səndən ayrılacağam. Qalacaqsan tək. Sonra kim ələ salacaqsan? Yaxşı. Dərsdən qaçam, hara istəyirsən gedirik. Lazım deyil. Sonra imtahandan kəsilərsən, günahkar da mən olaram. Yaxşı. Onda axşam danışarıq. Getdim. Vəziyyəti bilirsən də. Əgər biz səndən əlbir olsaq, özümüzü ondan qoruya bilərik. Yaxşı. Qısmanam, nə qədər ki mən sağam, sən heç vaxt tək qalmayacaqsan, başa düşdün? Bir də o sözü ağzına gətirmə. Nə var, nə dövlət, nə restoran, nə pul ona dəyməz ki, sən ailəndən narazı qalasın. Nə vaxt öyrəndin bunu? Xəstəxanada həkim dedi.